Hər vaxtınız xeyirli olsun. Mən məntiq müəllimi Elbrus Həşimov. Dövlət qulluğu imtahanına düşmüş sual tiplərindən biri fiqur analogiyası ilə bağlı belə bir sual formasını izah edəcəm. Deməli, diqqətlə baxın. Biz burada bu 3 dənə kvadratdan, yəni rənglərə baxıb bunları almalıyıq. Qeyd edim ki, magistratura imtahanına bu sual forması düşmüşdü ki, burada sol tərəfi sağa qatlayırdı, sağı da sola qatlayırdı. Bu sual nümunəsində isə sadəcə nə edir? Bu şəklin üstünə qoyur, sonra da qoyur bu şəklin üstünə. Yəni bu şəkilləri hamısını birləşdirir. Bu aşağıdadır, görürsüz. Aşağıda olan düzbucaq həmin hissə burada da var, aşağıda da var. Sonra bu sağ hissədə olan düzbucaqlı fikir versək burada da var, sağda. Bu balaca rəngli qara üçbucaq isə fikir versək elə burada da əslində qalsın, sadəcə görsənmir. Yəni məntiq nədir burada? Bunları üçünü də birləşdirib, sadəcə birləşdirir, yazır bura. Və biz diqqət yetirsək, bunları hamısını birləşdirsək, həqiqətən də bu şəkil alınır. Yəni şərtdir ki, biz bu şəkili götürək, burada düşünək. Elə biz bu şəkili, balaca üçbucağı bura qoysaq, bura aparsaq, elə təxmini belə bir üçbucaq alınır. Yəni kənarda. Bu hissə rənglənir. Bu aşağıdakı düzbucaqlığını da bura qoysaq, aşağı nahiyəyə fikir versək, tam rənglənir aşağı hissə və həqiqətən də ödəyir. Bu sırada da təbii ki, həmin məntiq ödəyəcək və növbəti hissədə biz sual içərisini almaq üçün bu şəkilləri hamısını üst-üstə qoymalıyıq. Yuxarı hissədə yarımdairə olmalıdır. Bu şəklin üstünə gəlsə, biz bunu belə düşünə bilərik, təxmini bu formada. Balaca üçbucaqda, məsələn, bunun üstünə qoyuram onu. Balaca üçbucağı da təxmini biz bura qoya bilərik. Bu hissəyə qoyarıq. Variantlara baxsaq, bu hissədə qara üçbucaq olmalı idi. Görürsünüz, burada yenə yoxdur. Həmçinin B variantında da yoxdur. Qaldı burada bu iki variantımız. Təbii ki, bizim sualımız, yəni yuxarıda tam yarımdairə olmalı idi deyə bu şəklin üstünə gəldiyinə görə təbii ki, mən bu C variantını götürməyəcəm. Təbii ki, E variantı sualımızın doğru cavabı olmuş olur.